قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. آيات الله حمتني، غمرتني بالبركات، تحفظني من همزات الشيطان ومن زلات. آيات الله حمتني، غمرتني بالبركات، تحفظني من همزات. Salam əziz dinləyicilər, tamaşaçılar, İslam din təlimatı aşiqləri. Yeni bir layihə ilə, Tibyan verilişi ilə efirdəyik. Məqsədimiz Qur'an-ı Kərim, Əhl-i Beyt, mənəviyyat təlimatlarını bölüşməkdir. Mövzumuz İslam dininin, İslam təlimatlarının nə üçün sosial həyatımızın mərkəzində yerləşməməsidir. Bunun səbəbləri, bunun çıxış yolları, çarə yolları. Bu məqsədlə belə bir layihə ilə xidmətinizdəyik və verilişimizin qonaqları sizə təqdim olunur. Məndən solda İslam fiqhi və hüququ elmləri üzrə fəlsəfə doktoru Arif müəllim Hənifəyevdir. Məndən sağda isə Qərb fəlsəfəsi elmləri üzrə doktor Vaqif Quliyevdir. Hər iki qonağımızı salamlayıram, xoş gəlmisiniz. Və bu mərasimlərlə əlaqədar da sizə Allahdan əcr diləyirəm. Mövzumuza belə keçid etmək istəyirəm. Arif müəllim, Qur'an-ı Kərimdə İslamın batininin cəmiyyətimizdə, insan cəmiyyətində yer tutması, insan həyatının bütün sahələrində, xüsusən həyat tərzində mövqe tutması barəsində hansı ayələrin və hansı ayələrin izahının münasib olduğunu siz bizə zəhmət olmasa bəyan edin və biz görək ki, Qur'an-ı Kərim bu məsələyə necə baxır? Yəni, İslamın elə zahirini qəbul etmək kifayət edirmi? Yəni, İslam bizim həyatımızın bir hissəsində vardırsa, bu kifayətdirmi? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Əssalatu vəssalamu əla Muhammedin və alihi tahirin. Buyurduğunuz mövzu barəsində həqiqətən də mühüm bir mövzudur, aktual mövzu. Allah ki, dini göndəribdir, vəhyi göndəribdir. Əsas məqsəd budur ki, insanların o həyatında yer tapa, insanların yaşayışında əsas rolu oynaya, dinə əməl eləyələr insanlar. Dinin həqiqətlərinə, dinin gətirdiyi həqiqətlərə əməl oluna. Bu barədə bir maraqlı ayə Həcc surəsindədir. Allah təbarəkə və teala bu ayədə buyurur və minən əuzu billahi minəşşeytanirracim və minən nasi mən yə'budullaha əla hərf fə in əsabəhu xeyrun itməənnə bih və in əsabəthu fitnətun qələbə əla vəchi xəsirət dünya vəl-axirə. Bu Həcc surəsinin demək 11-ci ayəsidir. Bu ayələrin siyaqı ki deyirlər, başa düşmək üçün ayələrin siyaqına baxmaq lazımdır. Siyaq yəni ayələrin o müştərək, ortaq mövzusu, ortaq məzmunu, siyaq təxminən bu mənadadır. Həcc surəsinin 3-cü ayəsində Allah Teala bu ayələrdə 3, demək 8, 11 və 14-cü ayələrdə Allah Teala insanları, cəmaatı 4 qrupa bölür, 4 dəstəyə. Birinci, 3-cü ayədə buyurur və minənnas, 3-də və minənnas ibarəsi ilə buyurur. Hər 3 ayədə insanlar. Bəli, və minənnas. Cəmaatın bəzisi şeytandan itaət eləyir, şeytana uyurlar. Bu bir dəstə ki, təbəyyət eləyənlər, uyanlar, tabi olanlar, təqlid eləyənlər kör-körənə.
O birinci dəstə. İkinci dəstə orada da buyurur, bundan əlavə onlar ki, azıblar, cəmaatın bir qismi. Azmaqdan əlavə başqalarını da azdırırlar. Həm özləri azdırır, həm başqalarını da azdırırlar. Bu 11-ci ayə ki, mən oxudum. Burada 3-cü dəstədir. Buyurur, o cəmaatın bəzisi də və minən-nasi mən yəbudullaha əla hərf. Cəmaatın bəzisi də dini zəifdir. İmanı zəifdir. Onları bəyan eləyir. 14-cü ayədə də möminləri İnnallaha yudxilullezine amenu və amilus-salihat iman və salih əməl sahiblərini Allah Taala verişdə aparacaqdır. Yəni 3 dəstəni tənqid eləyir, 4-cü dəstəni tərifləyir. Elədir. Bu oxuduğum ayədə bir ayənin nazil olma səbəbi var, şə'n-i nuzul deyirlər. Bunu belə yazırlar ki, məşhur indi təfsir kitablarında yazıblar. Bu köçəri ərəblərdən, Mədinənin ətrafında olan bədəvi ərəblərdən, bunlardan bəzisi gəlirdi Peyğəmbər sallallahu əleyhi yanına. Yəni bunların baxışı dinə bu cür idi. Fikirləşirdilər, yəni əgər bizim halımız yaxşı olsa, malımız çoxalsa, hətta yazırlar ki, arvadlarımız oğlan uşağı da olsa, belə komfort həyatda bütün arzular yerinə yetsə. Peyğəmbərə iman gətirəcəyik. Bəzi vaxt ki, malları puça çıxırdı, canları məsələn xəstələnirdi, uşaqları, hətta yəni arvadı, məsələn arvadları qız doğanda pis baxırdı dinə. Dindən deyirdilər, o din bizə düşməyibdi. Din yaxşı olmayıbdı. Ən uğurlu müttəhim dindir də, yəni. Elədir. O yəni nuzul şəni deyirlər, səbəb olma ayənin. Amma İmam Sadiq əleyhissalamdan hədisdə buyurur ki, düzdür, bu ümumi bir qayda buyurur ki, əl-murid la yuxəssis, belə bir qayda var. Təfsirdə çox işlənir. Yəni ayə indi bir hadisəyə görə nazil olubdur, amma o mənası genişdir. Meyar verir də ayə yəni. Elədir, elə bir geniş məna daşıyır. Bu ayənin təfsirində gəlmiş hədis kitablarında İmam Sadiq əleyhissalam buyurur ki, İnnəl ayətə tənzilu fir-rəcul. Ayə, indi bu ayə olsun ya başqa ayə, bir adam, bir müəyyən şəxs barəsində nazil olubdur. Amma thumma takunu fi atba'ihi. Amma mənası, ayənin mənası genişdir. Bu bənzər hadisələrdə də bənzər buna bu şəxsə oxşar adamlara da şamil olur. Bu xüsusiyyəti, xislətləri olan adamlara da aid olur, şamil olur. Ayənin tərcüməsi bu cürdür. Cəmaatın bəzisi həmin 11-ci ayənin tərcüməsi. Üzr istəyirəm, 11-ci ayə. 11-ci ayə. Bu cürdür ki, cəmaatın bəzisi Allahı qıraqda ibadət eləyirlər, yaxud dildə ibadət eləyirlər, sözdə. İzah eləyir ki, əgər bunlara xeyr, bir rifah, əmin-amanlıq üz gətirəndə bunlar arxayın olurlar. Yəni o xeyrə bunlar ürək qızdırırlar, arxayın xoş olurlar, ürəkləri xoş olur. Amma yox, əksinə əgər bunlara bir fitnə, bir pis bəla, indi xoşa gəlməyən bir hadisə üz gətirəndə, üzləşəndə bunlar dönürlər, dindən dönürlər küfrə tərəf. Ayənin axırı buyurur ki, ən pis ziyan budur, ən aşkar ziyan budur. Bu, yəni bu ayənin tərcüməsidir, amma qısa şərhi bundan ibarətdir ki, 5 dənə cümlədir. Və minən-nasi mən yəbudullaha əla hərf. Cəmaatın bəzisi qıraqda hərfin mənası öz mənası demək, qıraq ərəb dilində. Kənar, qıraq. Qıraqda, amma qıraq mənası da bu cürdür. Yəni mənası, yəni bir tərəfdə Əllamə Təbai da Əl-Mizanda bu cür mənə eləyir. Buyurur, cəmaatın bəzisi bir tərəfdə, bir halda Allaha ibadət eləyirlər. O hansı haldır? O keyfləri kök olan haldır, rifah halıdır. O halda, yəni bir tərəfli ibadətdir, hər tərəfli ibadət deyil. Yəni həm bəla, rifah halında ibadət eləyir, həm bəla, həm fitnə. Yəni hər halda ibadət eləmirlər, bəzi halda o tərəf, o halda o rifah halıdır. Cəmaatın bəzisi. Mən burada sizdən üzr istəyərək Vaqif müəllimdən bir məsələni istəyərdim əlavə edim, sizə dönəcək Arif müəllim. Vaqif müəllim,
Arif müəllimin dediyi o izah ki var, keyfimiz o ayəyə əsaslanır. Həd surəsi 11-ci ayə, keyfimiz kök olanda dindar olaq, keyfimiz kök olmayanda. Bunun biz indi mən özüm dəfələrlə şahid olmuşam və bu günlərdə də şahid olmuşam. Gənclərimiz arasında pessimizmə qapılan, yəni bədbinlik ruhunda olanları araşdırırıq. Məsələn, birinin böyük bir uğursuzluğu olub. İlk zərbəsi dəyir onun ibadətinə, namazına, itaətinə ki, bu Allah məndən niyə belə elədi? Yəni hətta başqa günahkarların da günahını yıxırıq Allahın boynuna və sosial psixologiya fəlsəfəsi baxımından bu problemli məsələdir. Bunun problemin izahı və həll yollarını nədə görərdiniz? Çox gözəl. Mən də ən əvvəl təşəkkür edirəm. Amma mövzuya gəldikdə isə bu mövzu çox önəmli mövzudur, çox ciddi mövzudur. Ona görə müxtəlif sahələrdən bu mövzuya yanaşmaq olar. Arif müəllim çox gözəl, yəni məsələyə açıqlama verdi, xüsusilə Quran kontekstində və o ayə münasibətdəki və minən nas mən yəbudullah əla hərfin ki, bu əsas problemlərdən də biri cəmiyyətdə məhz bundan ibarətdir ki, insanlar nəyəsə görə, qısa və konkret biz deyəndə, yəni bazarlıq dini. Bəli, yəni nəyəsə görə Allaha ibadət edirlər. Mən ümumiyyətlə bu mövzuna gəl belə deyək də, iki sahədə araşdırmaq olar, həm psixoloji nöqteyi nəzərdən, həm sosioloji nöqteyi nəzərdən. Psixoloji nöqteyi nəzərdən mən biraz söhbət eləyək, sonra vaxt qalarsa təbii ki, sosioloji nöqteyi nəzərdən də mən təqdim edərəm. Baxın, psixoloji nöqteyi nəzərdən mən çox üzr istəyirəm, vaxta görə mən kiçik bir giriş deyim ki, məsələni mən izah verə bilim. Ümumiyyətlə biz din dedikdə nə başa düşürük? Qısa və konkret. Yəni din haqqında saysız hesabsız təriflər var. İstər din alimləri də, yəni istər din daxili, istər din xaricində. Çünki mövzu əlaqədardır da dinə baxışlar. Mütləq, yəni başqa cür də ola bilməz. Yəni din gərək bəlli olsun ki, biz din dedikdə nəyi qəsd edirik, ona görə də sonra ona görə də bəli, mövqeyimizi sərgiləməliyik. Amma qısa və konkret dedikdə din üç əsas elementdən ibarətdir. Din məcmuda biz deyirik əqidələrdir, əxlaqdır və ayinlərdir. Yəni bu üç forma dini belə deyək təmsil edən forma, dinin əsas elementləri, ünsürləri məhz bu üç formadır. Dini termində desək usul din, furu din və əxlaq. Məsələn, dini termində desək, çox gözəl. Dini termində desək, bəli, usul-i-din, furu-i-din və əxlaq, yəni bunlar hamısı. İndi gəlin belə baxaq. Yəni biz məsələni tərtibləsək, yəni hardan haraya başlamalıyıq və harda tamamlamalıyıq. Mən ümumiyyətlə belə hesab edirəm ki, iki cür biz məsələni tərtibləyə bilərik. Bir dəfə əqidələrdən tərtibləyirik, bir dəfə əxlaqdan tərtibləyirik. Ümumiyyətlə əsasında kökündə, yəni əsl olaraq, kök olaraq biz əqidələrdən tərtibləməliyik. Yəni insan formalaşır əqidəcə, inanclarla. İnancları ilə formalaşır, inancına görə əxlaq qurur, yəni daxili aləmini qurur və daxili aləminə görə də ayinləri yerinə yetirir. Baxın, bu həqiqətə görə, mahiyyətcə, dinin mahiyyətcə budur. Amma praktikada isə, həyat tərzində isə bu əxlaqdan baş verir. Yəni, mən əxlaq göstərməliyəm ki, sonra inancılar oturuşsun və əməllərim də, ayinlər də ona görə tərtiblənsin. Hər iki, mən indi nəzər demək istəmirəm ki, hansını qəbul edək. Əlbəttə, mənə görə hər ikisi heç də problem, yəni təzadda deyil, yəni bunlar. Ümumiyyətlə, hər ikisinə görə ayinlər sondadır. Bəli. Yəni, biz görürük ki, mən bilməliyəm, sonra rəftar, daxilən rəftar, mən daxilən dedikdə əxlaqı nəzərdə alıram da, daxilən rəftarımı sərgiləməliyəm. Bunlar bir biliklər, necə olmalar, nə etmələr də, konkret biz desək. Sonra isə mən hər hansısa bir ayini yerinə yetirirəm. Baxın, bəzən problem nədədir? Bəzən problem bundan, mən indi psixoloji olaraq hələlik araşdırıram. Psixoloji yəni mənim fərdimə görə, hələ mən başqaları ilə, mən bunu psixoloji yəni fərdim ola bilsin, tamaşaçılar və yaxud hər kəs fikrində bu, psixoloji deyən nəyə qəsd edilir? Psixoloji yəni fərdimə görə, sosioloji başqasına görə, hələlik cəmiyyət, ictimai münasibətlərə görə.
Fərdimə görə mən araşdıranda mən bəzən hesab eləyirəm ki, bu özü bir yanlışlıqdır da, bir sofistikadır. Ki mən bəzən hesab eləyirəm ki, din elə mən əgər namaz qılıramsa, kifayətdir də, namaz qılıramsa kifayətdir, oruç tuturamsa kifayətdir və s. və ilə axır ki, sizin dediyiniz kimi dini termindən desək Freud dində, yəni Freudlə biz əməl ediriksə, yəni bu kifayətdir. Yəni inanc sistemi ilə əxlaq sistemi qaldı. Bəli. Yəni nə baş verir burada? Baş verən nədir? Baş verən məsələ bundan ibarətdir ki, yəni mən hesab edirəm ki, ayinlərim hədəfdən ibarətdir. Dinin əvvəl-axırı ayinlərdən ibarətdir. Qutardı getdi. Yəni nə deməkdir? Yəni dinin hədəfi ayindir. Yəni ya namaz qılmalıyam, hər şey edə bilərəm, ya heç nə ümumiyyətlə namaz qılmamalıyam. Baxın, yəni iki tərəfi ağ-qara baxırıq. Halbuki bu belə deyil. Yəni ayinlər necə bunu adlandıraq, pilləkan, vasitə olmalıdır bir neçə məsələyə. Psixoloji sahədə. Mən 3 məsələni, vaxtım varsa mən izah verim də. Mən 3 məsələni ayinlərin hədəfində görürəm. Yəni 3 əsas məsələdir ki, mütləq və mütləq bunlar nəzərə alınmalıdır. Onlardan biri nədən ibarətdir? Onlardan biri əxlaqın özüdür. Digəri agahlıqdır ki, ola bilsin həmən mərifət anlayışıdır. Və bir də ki, ümumiyyətlə, indi ola bilsin bunu əxlaqla eyniləşdirə bilək. Yəni, batini aləmin təzahürü, içəri aləmin təzahürü. Məsələn, əməli irfan və yaxud da ki... Yəni, agahlığa desək, nəzəri irfan, bu olur əməli irfan. Məsələn, indi mən biraz o adlarda gəlin söhbəti aparsaq, biraz çox haşiyə çıxarıq. Yəni, sizin nəzərinizə görə, çıxarışınıza görə İslam ayinləri insanda bu 3 xasiyyəti yaratmalıdır. Yəni, bu 3 xasiyyəti yaratmalıdır. Yəni mənim namazım, sadə danışaq elə, mənim namazım məni əxlaqa sövq etməlidir. Mənim namaz, mənim orucum, Quran ayələri də bunu göstərir və Arif müəllim çox gözəl ayələri çox gözəl tərtiblədi. Mən indi bəzən fikrimə gələn, bəli. Amma Quran ayələrində məsələn oruc tutun ki, ləalləkum təttəqun. Yaxşı, oruç tutun ki, yəni nə olmaz arıqlayasınız. Oruç tutun ki, məsələn, xəstəlikləriniz düzəlsin. Oruç tutun ki, məsələn, sağlam yox. Əlləkum təttəqun qurtardı getdi. Yəni təqva əldə, təqva məsuliyyətli olasınız. Bəli. Məsuliyyətli mən razıyam sizinlə, onu mən sosioloji sahədə onu tərtibləyirəm. İcazənizlə bəhsi yadınızda saxlayın. Fasiləyə ayrılar inşallah. Tamaşaçılar bir neçə dəqiqəlik fasiləyə ayrılır, sonra inşallah yenidən efirdəyik. قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي آيات الله حمتني غمرتني بالبركات تحفظني من همزات الشيطان ومن زلاتي آيات الله حمتني غمرتني بالبركات تحفظني من Yenidən efirdəyik və dini təlimatlarla, dini biliklərlə maraqlanan insanlar bizi izləsinlər. Çox maraqlı qonaqlarımızla İslam fikri və hüquq fəlsəfəsi elmləri doktoru Arif müəllim Hənifəyev və qərb fəlsəfəsi üzrə elmlər doktoru Vaqif müəllim Quliyev. Vaqif müəllim sizdəydik və danışırdıq, deyirdik, siz buyururdunuz ki, İslami ayinlər əgər insanda bu 3 xasiyyəti yaratmasa, yəni effektiv deyil. Mən yenə də qeyd edeyim ki, yəni həddindən artıq zərif və incə həm mövzudur, həm məqamdır. Həqiqətən də bizim bir çoxumuzun yəni tələbimizdir. Bəzən suallar da olur bu sahədə həddindən artıq. Bu mövzu fəlsəfə ilə, psixologiya ilə, sosiologiya ilə əlaqədar olduğu qədər həyat tərzimizlə də sıx əlaqədardır. Bəli, tamamilə, yəni doğrudur. Elə yəni həyat tərzindən ibarətdir və çox maraqlıdır ki, Arif müəllim də çox gözəl, yəni o ayəyə ki, işarə, yəni ayə elə bil ki, tamamilə bunların hamısını əhatə eləyir də.
tamamilə 53 ayə, ayədə dörd həmən qrupa 3-4 bölünür ayə insanlar. və xüsusilə də ki 11-ci ayə ki əla hərfin, yəni bu həqiqətən də lazımlıdır. İndi lazımdır ki bir diqqəti çəkək. Bəli. Diqqəti çəkək görək hansı məsələlər burada yaranır. Mən qeyd elədim ki, baxın ayinlər ümumiyyətlə ayinlər bizi çatdırmalıdır əxlaqa, bizi çatdırmalıdır mərifətə, agahlığa, bizi çatdırmalıdır batini aləmimizin zühuruna, təzahürünə. Bu potensialın reallaşmasına müsbət təbii ki, dərəcədə müsbət məna. Əgər bunlar baş vermirsə, baxın, yəni ayinlər, əməllər əgər bizi əxlaqı sövq etmirsə, əgər məndə əxlaq yaranmırsa, əgər mən hər hansısa bir batini müsbət davranışım təzahür etmirsə, müsbət görünmürəmsə, mən sonra bunu sosioloji sahədə vaxt olsa ya və yaxud gələn söhbətlərdə qeyd edəcəm ki, yəni başqaları mənim yanımda rahat deyillərsə, baxın bu çox önəmli bir məsələdir. Həmin məşhur hədisi siz elmi şəkildə izah elədiniz. Əsl müsəlman odur ki, insanlar onun əlindən, dilindən amanda olsun. Tamamilə, eyni ilə mən də nəzərdə alıram ki, yəni bizim rəvayət və təbii ki, ayələrdə tam şəkildə bu özünü əks etdirir. Və həmçinin məndə agahlıqla deyilsə, bu heç vaxt ayinlərin mənası yoxdur. Nə baş verir? Baş verir dini formalizm. Formalitə olunmuş, formal bir din baş verir. Şərti bir din, formal, yəni formalizm ümumiyyətlə bu günləri müəyyən məktəblərdən biri sayılır. Amma ümumiyyətlə biz də dilimizdə də bəzən bunu işlədirik. Yəni formal əməl, formal görüntü. Formal, yəni mən zahirən namaz qılan görünürəm, mən zahirən oruç tutan görünürəm, mən zahirən ayinlər, namaz oruc deyəndə bariz nümunə deyənə mən namaz orucu qeyd edirəm də, mən zahirən hər hansısa bir ayinlərə əməl edən görünürəm. Amma halbuki mən dilimi qorumuram. Halbuki mən gözümü qorumuram, qulağımı qorumuram. Halbuki mən əxlaq məndə özünü tərənnüm etdirmir. Yəni nəzəri olaraq, yəni əməli olaraq da qismən dindaram, amma əsl həyat tərzimdə ateist, materialist kimi bir şeyəm. Yəni valla o biraz paradoksal bir yanaşmadır. Əməli dindarım da, bu dindarlıq, yəni formal bir dindarlıq. Və əlbəttə mən bura keçid almıram. Sadəcə əlamət qoyuram ki, sonralar əgər dini formallığın həddindən artıq fəsadları çoxdur, indi danışmıram onun haqqında. Yəni dini formallığın fəsadı nə ola bilər? Təəssübkeşlik, nifaq, münafiqlik, düşmənlik. Baxın, tarixdə nümunələri çoxdur. Məsələn, protestantizm. Protestantizm ümumiyyətlə Luther və Calvin rəhbərliyi ilə. Protestantizm yarananda nə baş verdi? Protestantizm bu idi də. Protestantizmdə hardasa bir növ qismən azadlıq, dini azadlıq, məsələn, dini islah adıyla insanlara təqdim olunurdu. Amma nə baş verdi? Yəni dinə etiraz ruhu da sanki dinə, katolik dininə. Katolik dininə, bəli, protest edirdi, etiraz edirdi katolik dininə, yəni rəsmi, məsihlikdə rəsmi olan dinə. Amma nə baş verdi? Hesab edirdi ki, islah əməliyyatı aparır. Amma baş verən nə idi? 30 il məzhəb münaqişəsi. 30 il məzhəb davası. Daha pis oldu. Yəni ümumiyyətlə biz bəzən bu özü yanlış bu ki mən indi ora keçid almıram. Baxın, baş düzəldən yerdə vurub göz qaş düzəldən yerdə yəni nəyə görə ya iki tərəfdən bizim problemdir. Ya ayinlərdir, möhtəvasız, ya möhtəvadır ayinlərsiz. O məşhur bir rəy var, deyir. Qərbə getdim, müsəlman gördüm, İslam görmədim. Şərqə getdim, İslam gördüm, müsəlman görmədim. Bəli. Yəni nə qədər dərəcə doğrudur, onun işimiz yoxdur, amma bu mövzunu tamamilə. Hərçənd ki mən o fikrə sualla yanaşıram, amma ki ümumiyyətlə yaxındır, yəni mövzumuza. Baxın, söz nədən gedir? Buna diqqətimiz olmalıdır. Çox xahiş eləyirəm. Hər kəs yəni bizi izləyir. Bu çox əsaslı məsələdir. Yəni mən bəzən deyəndə ayinlər əgər bəzən belə düşünürlər ki, onda ayinlərin yox, mən iki tərəfli danışıram. Yəni ayinlər əgər möhtəvası olmasa, əxlaq olmasa, agahlıq olmasa, ayinin mənası yoxdur. Amma əgər bəli, amma əgər mən hesab edirəm ki, mən əxlaqlıyam, məsələn, hesab edirəm, əxlaqlıyam və yaxud da hesab edirəm ki, mən məsələn agaham, amma ayinlər müəyyən bir ayin çərçivəsində deyiləm. Ayin hər hansısa bir din bir
Həyat ki, biz bunu bu cürə baxmalıyıq. Din metodik bir yanaşma deyil ki, din adət deyil ki, din həyat tərzidir. Həyat tərzində ayin olmasa, o həyat tərzi sayılmaz. Ona görə mən nümunə olaraq qeyd elədim, istər katolisizmdə, istər protestantizmdə, hər iki sahədə katolisizm ayinlik möhtəvasız, protestantizm möhtəva ayinsiz. Amma hər ikisində də həm o ayinə əsas tutanlarda da problem yenə də var. Təbii ki, möhtəvanı əsas tutanlarda elə problem də bundan ibarətdir də. Bəli. Elə problem də məsələ bu məsələdir ki, və minən nasi mən yəbudullaha əla hərfin. Çünki ibadət edirlər, çünki məsələn katolisizm nə idi? Cənnət alqı-satqısı. Çünki mən günahlarımı deyəcəm, keşiş məndən məvacib alacaq, cənnəti satacaq. Baxın, bunlar hamısı tamamilə ayinilikdir, möhtəvasız. Ayin məni əxlaqa nail etməlidir. Mənim əxlaq sahəsində danışdım. Mən bir Arif müəllimə dönmək istəyirdim. Arif müəllimin söylədiyi xristianlıq, xaspərəstlik, Məsihiyyət aləmindəki o protestant əqidəsi islahat məqsədi ilə daxil oldu, amma daha pis vəziyyət yaratdı. İslam dinində də bir şəxsiyyət islahat məqsədi ilə, dində islahat məqsədi ilə hərəkət başlayır. İmam Hüseyn əleyhissalam sizcə uğurlu oldu ya yox? Yəni bu hərəkatda, bu islahat hərəkatında. Çünki adətən deyirlər ki, İmam Hüseyn əleyhissalama borcluyuq biz İslamı, dini və sizin oxuduğunuz ayəyə də baxırıq. İmam Hüseyn əleyhissalam elə həmin ayənin o məzmununa etiraz üçün sanki hərəkata keçdi, o İslamı cəmiyyətin mərkəzinə, mətninə qaytarmaq üçün. İmam Hüseyn əleyhissalam hədəfə çatdı, uğurlu oldu, olmadı. Biz yəni indiki aləmə baxanda kimin adı qalıbdı, kimin yadı qalıbdı, yaxşı adı, yaxşı yadı. İmam Hüseyn əleyhissalamın təbii ki, indi yaxşı sanırlar, yad eləyirlər. İmam Hüseyn əleyhissalamın məktəbi diridir. İmam Hüseyn əleyhissalam olmasaydı, İmam Hüseyn əleyhissalam islah üçün özü buyurub ki, İnnəmə xərəctu litələbil islah fi ümməti cəddi, islah üçün. İslah üçün Allaha görə İmam Hüseyn əleyhissalam qiyam eləyibdi, buna da təbii ki, çatıbdır. Çünki o hərəkət olmasaydı, İmam Hüseyn əleyhissalamın hərəkəti olmasaydı, İslamı aradan aparacaqdılar. İslamın aradan aparacaqdılar da tarixi nəqillər də bunu göstərir. Yəni o xilafətdə olanlar. Mən bir sözün üstünə qayıtmaq istəyirəm. Sizin oxuduğunuz ayədə bir nüans var idi. Xəsirəd dünya vəl axirə. Yəni kim Allah Taala'nın buyurduqlarını, o təlimatları həyatının mərkəzinə salmasa, dünyada da uduzur, axirətdə də uduzur. Bunu biraz bizim üçün açardınız. Yəni mən dini Vaqif müəllim deyən kimi zahirən yaşasam, formalite yaşasam, niyə dünyada da ziyana uğrayıram axirətdə də? Nə üçün? Mən üzr istəyirəm, o ayənin o bir cümlələrində bir qısa şərhim verim. Buyurur, cəmaatın bəzisi Allaha bir təfsiri də budur ki, sözdə ibadət eləyirlər. Yəni, nə deməkdir sözdə ibadət eləyirlər? Sözdə yəni o həqiqəti yoxdur da. Sözdə ibadət eləyirlər, amma bəzi əməl ki, qabağa gələndə din ilə ziddiyyəti olan yerlərdə bunlar da yəni nəticə etibarilə eyni olur da yenə də. O cürdür, elə nəticə etibarı ilə eynidir, amma bu da yəni sözdə deyir, sözdə İslamcı. Sözdə İslamcı. O biri cümlə, ayənin o bir cümləsi bunu biraz açır, izah eləyir ki, buyurur, əgər fəin əsabəhu xeyrun itməənnə bi, əgər buna bir xeyr üz gətirsə, hələ incə nöqtələri var, vaxt olmaz, yəni əsabə özü bir toxunsa, hələ o qədər də xeyr görmür. Yəni zərbə dəyməyib, sadəcə toxunub. Bir dənə məsələn yaxşı, xeyr buna toxunubdur. Başqa indi məna çalarları da ola bilər ki, bir xeyr, hələ kiçik mənası ki, xeyr nəkərə formasında qeyd olunur, nə xeyrun. O cürdür. Yəni xeyr o dini baxışda mal qiyməti yoxdur ki, dünyəvi şeylərin, dünyəvi
məzhərlərin, dünyavi malların, riyasət olsun, mal olsun, bunların qiyməti yoxdur. Buyurur, xeyr görəndə bunlar itməənnə bi. Buna maraqlı ifadədir. İtməənnə bi xeyrə. Xeyrə, dinə yox. Dinə bağlanmır, xeyrə bağlanır. Xeyrə bağlanır da ki, Allahı görmür. Xeyr, mal görübdür, mal dövlət görübdür. Bağlanır mala. Ağlı getmir ki, Allah veribdir. Allaha etimad eləmir, arxayınlığı Allaha deyil. Mala elə ürək bağlayıbdır. Yəni, ürək xoşluğu maladır. Burada haşiyə çıxım, tarix təhlilçiləri deyirlər ki, Əli əleyhissalamın hakimiyyətindəki o daxili vətəndaş müharibələrinin də səbəblərindən biri oydu ki, onlar gördülər ki, bunun gətirdiyi, Əmir əl-Möminin gətirdiyi din, təqdim etdiyi din, təmsil etdiyi din, bizi fəthlərə, başqa ölkələrin işğal olunmasına aparan din deyil. Artıq qənimət gəlmir, xeyr gəlmir. Artıq elə bil ki, o din gözlərindən düşdü sanki. Bu necə dindir? İki cür o dinə baxış. Bir var, din hədəfdir. Dünya vasitədir. Bir də var, siz buyuran kimi, dünya vasitədir, qənimət. Qənimət vasitəsi dini xərcdir dünya üçün. Din vasitə qərar verirlər. Təbiidir ki, bu dünyaya çatmayanda bir vasitə ki, məni o hədəfə çatdırmır, onu atır da. Bir mini vasitəsidir, maşın. Əgər çatdırmırsa xarabdır, atır. Təbii ki. Ona görə buyurur, o qəşəng itməənnə bir tüməninə ki, arxayınlıqdır. O bəşəriyyətin o itmiş bir, yəni dinə görə insana bir xeyir çatanda dinə arxayın olmur ki, gözəl dindir, yaxşı dindir. O var dövlətə, o çatan xeyrə arxayın olur. O cürdür, yəni o arxayınlıq, rahatçılıq, o ruhi rahatçılıq. Psixoloji süqutdur da bu hardasa, yəni insanın. Buyurur, o mala olur, amma o biri tərəfdən, əgər və in əsabəthu fitnət. Fitnə, yəni şər demir. O qabaqçı cümlədə xeyr deyir, mala, indi və başqa o üz gətirən xeyirli şeylərə xeyr kəlməsi işlədir ibarəsi. Amma burada şər işlətmir. Fitnə ərəb dilində yoxlama, sınaq, imtahan vasitələri. Bunlar indi bəladır, indi malda olsun, canda olsun. Maddi və mənəvidə. Buyurur, bu şər deyil. O şərri biz özümüz şər eləyirik. O baxışımız ilə, o həyat tərzimizi ilə biz onu şərrə çeviririk. Yoxsa Allah Taala'nın o imtahan vasitələridir. Buyurur, fitnə görəndə imtahan bir vasitəsi kimi, bəla görəndə inqələbə əla vəchi. Bu dönür. Üzü üstə dönür. Üzü üstə bir tərcümədə gördüm, yaxşı tərcümə eləməyiblər. Üzü üstə dönür, bunda da bir xırdalıqlar var. Üzü üstə, Əlləmə Tabatabai buyurur, sağa sola dönmədən, bir var adam dönə arxaya, sağ tərəfdən, sol tərəfdən, indi bir görəcək, sağ tərəfdən, sol tərəfdən nə var? Bir də var, üzü üstə düşür, dönür arxaya, 180 dərəcə dönür. Heç bir yolu görmür. Görmür, burada başqa xırdalıq budur ki, aşağı düşmək. Süqut etmək, arxaya dönmək, yəni arxaya getmək, belə bir xırda mənaları var, xırdalıqlar var. Və buna deyir ki, belə insanlar dünyanı da uduzurlar, axirəti də. Çox maraqlıdır. Buyurur, çünki bu o dünyanı uduzu bəziləri ki, cəmaatın dünya insanlarıdır. Dünyadan istifadə eləyir, dünya nemətlərindən, amma axirəti yoxdur. Onun baxışında, indi bir zahiri baxışda biz deyirik ki, bu dünyanı qazanıbdır, dünyadan istifadə eləyir. Nəsə kef eləyir. Kef eləyir. Amma bir dəfə yox. Mömindir, dünyanı vasitə qərar veribdir, bu axirəti vardır. Dünyada bunun həzzi olmayıbdır. Axirəti qazanır. Bir də var, o demək, birinci axirəti itiribdir, o zahiri baxışda. İkinci, dünyanı itiribdir ki, axirəti qazanıbdır. Bu biçarə, Allah rəhm eləsin, bu biçarə həm dünyanı itiribdir, yəni dünyada da bəzi məhdudiyyətlər dinə görə bəzi məhdudiyyətlər qəbul eləyibdir. Həm də axirəti də puç olubdur, dönüb. Yəni fitnə görəndə, bir bəla görəndə sərmayəni batırdı, əlindən hər şey çıxdı. Vaqif müəllim, bir söz demək istəyirdim bu barədə. Sizin bu məsələni sosial psixologiya baxımından necə izah edərdiniz ki, insan
dinə görə bəzi məhdudiyyətlər yaşadığı üçün axirət əlindən çıxır. Axirətə görə də dünyanı müəyyən qədər əlindən buraxır. Yəni və bunun fərd olaraq öz yerində, cəmiyyət olaraq bizə hara aparır bu vəziyyət? Mən həm istəyirəm öz söhbətimin davamında, həm də sizin sualınıza cavab olaraq, yəni mən qeyd eləyim, məsələyə baxaq. Baxın, mən qeyd elədim ki, psixoloji nöqteyi nəzərdən bu çox önəmli bir məsələdir ki, bəzən bizdə də bu yanlışlıq deyilir cəmaət arasında, deyilir ürəyin təmiz olsun. Məsələn, belə bir ürəyin təmiz olsun. Yəni, məsələn, ürək təmiz olması nə deməkdir? Ümumiyyətlə, mənası nə olan şeydir? Yəni, ürək təmiz olanda nə baş verir ki? Yəni, ürək təmiz olmaqla nə olur ki? Faydası nədir ki, nə olur yəni? Təzahür etməyəcəksən? Məsələn, mən cavab verirəm, yəni, həm sualı verirəm, çünki tamaşaçılar üçün maraqlı ola bilər. Təbii ki, yəni, mən sualı verirəm, cavab da verməliyik ki, elə olma, tənqid mövqeyindən yanaşmıram ki, istəyirəm cavabı da verim. Təhlil edir. Yəni, ürəyin təmiz olsun, cavablar belə olur ki, ürəyin təmiz, yəni ki, qonşunla yaxşı davran, ailədə yaxşı rəftar elə və s. və ilə axır, xoş əxlaq, yəni ürəyin təmiz, yəni yazığın gəlsin və s. mərhəmət duyğusu olsun və s. Amma məsələ bundan ibarət, biz dindən danışırıq. Əgər din bir həyat tərzidirsə, dinin əsasında o dinin yaradıcısı, o yaradıcının da əsl yaradanı Allah anlayışı yanır da. Yəni bu ürək təmizliyində əgər Allah anlayışı varsa, Allah məfkurəsi varsa, təbii ki, bu ürək təmizliyi özündə bir zühuru da olur, aydın məsələdir. Amma yox, əgər Allah anlayışı yoxdursa, deməli, dindən əsər əlamət yoxdur. Baxın, gərək bunu biz öz həyatımızda bəlirləndirək. Yəni, mən dindaram, yoxsa dindar deyiləm. Mən məcburəm, biz demirik ki, kimsə dindar olsun. Xeyr, belə bir şey yoxdur. Məcburilik yoxdur. Amma bu ki, yox, mən həm dindaram, həm də ayinlər tamamilə sıfırdır. Yəni, mənim ancaq ürəyimdən. Bu dindarlıqla oturuşmur. Üzr istəyirəm, bir dəqiqəmiz qalıb, o bir dəqiqədə mən tamam toparlayıram. Toparlayıram sonra. Bəs deməli, söz nədən ibarətdir? Söhbət bundan ibarətdir ki, biz əgər dindarlıqdan söhbət ediriksə, dindarlığın əsasında onun məfkurəsi yanır. O məfkurənin də başında Allah anlayışıdır. Əgər Allah anlayışı varsa, həm ayinlərdir, möhtəvası ilə və əgər Allah anlayışı varsa, möhtəva da ayinlərlə bir yerdə. Yəni, bunların məcmusudur, dindarlığı təqdim edir. Ona görə mən bunu söhbət eləmək istəyirəm ki, çox-çox da bəhrələndim. Yəni, Arif müəllimin də o buyurduğu ayələr çox-çox möhtəşəm idi ki, bunu bizə göstərir ki, biz psixoloji zəmində əgər dindarlıqdan söhbət ediriksə, sadəcə ayinlər formal olaraq kifayət etmir. Və bizi ayinlərimiz mütləq və mütləq, mən bu sahəni qeyd elədim, əxlaqa sövq etdirməlidir. Əgər olmasa, din sadəcə formal dindir, ümumiyyətlə din sayılmır. Mən bu qədər. Çox təşəkkür edirəm hər iki qonağımıza. Təəssüf ki, vaxtımız az olduğu üçün mövzunu, əgər sizdə icazə versə, saxlaya gələn verilişə yenə davam eləyək bu mövzunu. Təşəkkür edirəm gəldiyiniz üçün, bizi faydalandırdınız. Hörmətli tamaşaçılar, bugünkü verilişimiz sona çatır. Gələn dəfə Tibyan verilişində yenidən görüşənədək Allah'a emanet. قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي